Erich Fromm. Sevmək sənəti. İkinci hissə. Sevgi nəzəriyyəsi. Sevgi insan mövcudluğu probleminə cavab kimi. Sevgi nəzəriyyəsi. İnsan nəzəriyyəsi. İnsan mövcudluğundan başlamalıdır. Düzdür, biz sevgini, daha doğrusu sevginin ekvivalentini artıq heyvanlarda aşkar edirik. Onların bir-birinə bağlılığı daha çox onların instinktiv təbiətinin bir hissəsidir. İnsanlarda isə bu instinktlərin yalnız qalıqları fəaliyyət göstərir. İnsan mövcudluğunda aşkar bir şey vardır ki, bu da onun heyvan aləmindən instinktiv adaptasiya sferasından çıxması, təbiət sərhədlərini dərk etməsidir. Yenə də bir dəfə oradan ayrıldıqdan sonra insan bir daha geri qayıda bilməz. O bir dəfə cənnətdən, təbiətlə ilkin vəhdət və birlik vəziyyətindən qovulub və əgər geri qayıtmaq istəsə də, mələk odlu qılıncı ilə onun qarşısını kəsdi. İnsan ancaq irəli getməli. O, yeni harmoniya, həmişəlik itirilmiş bəşəriyyət öncəsi harmoniya əvəzinə öz şuurunu inkişaf etdirməlidir. İnsan nəsli həmçinin ayrıca fərd kimi doğulanda instinktlərin ortaya çıxdığı müəyyən situasiyadan qeyri-müəyyən, aydın olmayan, açıq olmayan situasiyaya düşəcəkdir. Müəyyənlik ancaq keçmişə münasibətdən mövcuddur. Gələcəyə münasibətdə isə aydın olan bir şey varsa, o da nə vaxtsa ölümün gələcəyidir. İnsan şuura malikdir. O özünü dərk edən həyat. O özünü, yaxınını, öz keçmişini və gələcəyinin imkanlarını dərk edir. Özünü ayrıca varlıq kimi dərk edir. Öz həyatının qısalığının, öz istəyi ilə doğulmadığı və istəyinin əksinə olaraq biləcəyi, sevdiyi insanlardan əvvəl və ya onların özündən əvvəl ölə biləcəyi ehtimalı, öz tənhalığı və təcrid olunması, təbiət və cəmiyyət qüvvələri qarşısında acizliyinin dərki, bütün bunlar onun sonsuzda yadlaşmış, başqaları tərəfindən doğrulanmış mövcudluğunu həbsxanaya çevirir. Əgər o, bu həbsxanadan xilas olsa, oranı tərk edib və ya digər formada insanlarla, ətraf aləmlə qovuşa bilməsəydi, o şuurunu itirərdi. Yadlaşma hissi narahatlıq doğurur. O bütün növ narahatlığın mənbəyidir. Ayrı düşmək, öz həyat qüvvəni istifadə etmək imkanından məhrum olmaq deməkdir. Ayrı düşmək aciz olmaq, dünyaya predmet və insanlara aktiv yiyələnməkdən məhrum olmaq deməkdir. Bu həm də o deməkdir ki, dünya məni tapdaya bilər. Mən isə bu halda ona müqavimət göstərmək iqtidarında deyiləm. Beləliklə, ayrı olmaq gərgin narahatlıq mənbəyidir. Bundan başqa, o utanc və günahkarlıq hissi doğurur. Ayrılıqla bağlı utanc və günah hissləri barədə narahatlıq hissi Adəm və Həvva haqqında İncildən bir hekayədə özünə yer tapır. Adəm və Həvva, xeyir və şərin dərki ağacının meyvəsindən dadıb, itayətsizlik göstərdikdən sonra, hələ ki, xeyir və şər, itayətsizlik azadlığı yoxdur. İnsan olub təbiətlə ilkin heyvani harmoniyadan ayrıldıqdır. Yəni, onların bir insan varlığı kimi doğuşundan sonra onlar çılpaq olduqlarını gördülər və utandılar. Biz bunun kimi qədim və sadə bir əfsanənin 19-cu əsrə xas olan utancaqlıq haqqında olması fikrini təxmin etməli və burada əsas utanc verən şeyin onların cinsi orqanlarının yad baxışlara açıq olması hesab etməliyikmi? Yəqin ki, yox. Bu tarixçəsini Viktoriya dövrünün ruhunda anlasaq, onda onun əsas fikrini itirmiş olarıq. Bizə elə gəlir ki, onun əsas məzmunu bundan ibarətdir. Kişi və qadın özlərini və bir-birlərini dərk etməyə başlamazdan sonra onlar müxtəlif cinsə mənsub olduğu üçün özlərini müxtəliflik və ayrı olmalarını dərk etdilər. Lakin bunu başa düşəndən sonra onlar bir-birlərinə yad oldular. Ona görə ki, hələ bir-birini sevməyi öyrənməmişdilər.
Bu elə Adəmin bütün onlarda olanlarda Həvvanın müqəssir bilməsi və özünü müdafiə etməsindən görünür. Məhəbbətdə qovuşma olmadan insan ayrılığın dərki utanc, eləcə də günah və həyəcan mənbəyidir. Beləliklə, insanın ən vacib tələbatı zalımsızlığın həbsxanasını dərk etmək, tənhalığın öhdəsindən gəlməkdir. Bu məqsədə aparan yolda insanın uğursuzluğu ağlının itirilməsinə gətirib çıxarır. Çünki tam izolyasiya qarşısında qorxuducu dəhşət yalnız insanın dünyadan radikal ayrılması ilə aradan qaldırıla bilər. Əgər insanın ayrı düşdüyü xarici aləm daha mövcud deyilsə, təcrid olunma hissi də yox olur. Hər dövrdə, bütün mədəniyyətlərdə insan qarşısında yenə bir sual durur. Ayrılıq hissini necə aradan qaldırmalı? Özünün fərdi həyat sərhədlərini aşkar vahidliyi necə əldə etməli? Bu sual həm primitiv insan, həm sürülərin qayğısına qalan çoban, Misirli kəndli, Finkiyalı tacir, Romalı əsgər, orta əsr keşişi, Yapan samurayı, həm də müasir gözətçi və fabrik işçisi üçün elə eyni mənanı verirdi. Sual eyni qalır. Ona görə ki, onun mahiyyəti də eynidir. Bu insan situasiyası insan mövcudluğunun şərtləridir. Cavablar müxtəlifdir. Bu suala cavab olaraq heyvanlara səcdə etmək, insanları qurban gətirmək, hərbi işğal aparmaq, var dövlətin sahibi olmaq, tərki dünyalığa qurşanmaq, Tanrını sevmək, insanı sevmək olar. Cavabların çox olmasına baxmayaraq, onların cəmi elə insan tarixidir. Onlar sayısız deyil də, əksinə, işin mahiyyətinə aidiyyatı bir o qədər olmayan xırda fərqləri nəzərə almasaq, onda razılaşaq ki, insanın yaşadığı müxtəlif mədəniyyətlərdə verilmiş və verilə biləcək cavabların məhdud sayı mövcuddur. Din və fəlsəfə tarixi bu cavabların tarixi, onların müxtəlifliyi, eyni zamanda məhdudluğunun tarixidir. Cavab müəyyən dərəcədə insan tərəfindən əldə olunmuş fərdiyyətçilik səviyyəsindən asılıdır. Körpənin məni artıq inkişaf edib, lakin hələ çox zəifdir. O anası yanında olarkən ayrılma hissini keçirmir. Bu hissdən onun anasının fiziki varlığı, onun sinəsi, bədənini qoruyur. Uşaqda özünün məxsussiliyi və fərdiliyi hissi inkişaf etdikdə, onun üçün anasının varlığı artıq kifayət etmir və ayrılıq hissini aradan qaldıran digər yollara ehtiyac yaradır. Oxşar olaraq, insan nəsli hələ öz körpəliyində təbiətlə vəhdət hiss edirdi. Torpaq, heyvanlar, ağaclar hələ də insan aləmini təşkil edirdi. O heyvanlarla vəhdət halındaydı. Bu da özünü heyvan maskaları geyinməsində, heyvan toteminə və heyvan tanrılarına ibadətində biruzə verirdi. Lakin insan nəsli bütün bunlarla əlaqəsini kəsdikcə, təbii aləmdən uzaqlaşdıqca, onda yalqızlıq hissini aradan qaldırılmasının yeni yollarını axtarmağa tələbat yarandı. Bu məqsədə nail olmanın bir yolu toplu seks zamanı həzz vəziyyətlərinin bütün növləridir. Bu transformasında ola bilər. İnsan bu vəziyyətdə ya özünü salır, ya da narkotiklərin istifadəsi nəticəsində düşür. Primitiv tayfaların bir çoxu ritual problemini bu yolla həllini nəzərdə tuturdu. Egzalasiya vəziyyətində xarici aləmlə vəhdətdəsənsə, onda ayrılma hissi də yox olur. Problemin bu cür orqaistik həlli ilə sıx bağlı olan və çox vaxt qarışdırılan seksual həyəcanı görmək lazımdır. Seksual təminat müəyyən narkotiklərin təsirini xatırladan hal törədə bilər. Kollektiv seksual orgiya mərasimləri bir çox primitiv ayinlərin bir hissəsi olurdu. Belə təəssürat oyanır ki, orqaistik həyəcandan sonra insan müəyyən vaxt ərzində onun məxsussiliyindən doğan bədbəxtlik hissindən qurtulur. Tədricən həyəcanlı gərginlik yenidən artır və ritualın təkrar yerinə yerdə sonra səngiyir.
Nə qədər ki, bu orqaistik hallar tayfanın ümumi praktikasıdır, onlar həyəcan və günah hissi doğurmur. Bu cür davranmaq düzgün və hətta xeyirlidir. Ona görə ki, bu hamının getdiyi, əməl etdiyi Loğman və kahinlər tərəfindən xeyir-dua almış yoldur. Deməli, utanc hissinə heç nə səbəb vermir. Lakin bu ümumi praktika ilə vidalaşmış mədəniyyətin tərkibində bir fərd bu yolu sevdikdə iş tamam başqa yön alır. Qeyri-orqaistik mədəniyyət tərkibində fərdin seçdiyi formalar alkoqolizm və narkomaniyadır. Əksinə, sosial cəhətdən düzgün qiymətləndirilən yollar gedir, adətən vicdan əzabı və günah hissindən əzab çəkirlər. Baxmayaraq ki, onlar tənhalıqdan qaçmağa cəhd edərək alkoqol və narkotiklərdə sığınacaq tapırlar. Orqaistik həyəcanlar keçdikdən sonra bu hiss yenidən artır və onda bu sığınacağa daha tez-tez və intensiv şəkildə qayıtmağa tələbat yaradır. Problemin seksual orqaistik həlli bundan az fərqlənir. Müəyyən mənada bu ayrılıq hissinin öhdəsindən gəlmənin və izolyasiya probleminə cavabın təbii və normal formasıdır. İzolyasiya hissinin öhdəsindən gələ bilməyən bir sıra fərdlər üçün seksual təminat mənbəyi olan alkoqolizm və narkomaniyanı fərqli etmir. Bu yalqızlıq hissinin aradan qaldırılması yolundan atılan çarəsiz addımdır. Lakin nəticədə daha böyük tənhalıq hissi yaradır. Çünki sevgisiz seksual akt heç vaxt iki insanı ayıran uçurumun üstündən körpü ola bilməz. Ola bilər ki, çox qısa müddətdə. Orqaistik ittifaqın bütün formaları 3 əlamətdə xarakterizə olunur. Onlar güclü və ehtiraslıdır. Onlar insanın bütövlükdə həm ağlını, həm də bədənini həbs edir. Onlar keçici və periodikdir. Onun əksini nəinki keçmişdə, həmçinin müasir dövrdə də insanlar tərəfindən seçilən birlik forması təşkil edir. Qrupa, onun ənənələrinə, praktika və inanclarına uyğunlaşmağa əsaslanan birlik. Və buradan da biz böyük fərq aşkar edirik. Primitiv cəmiyyətdə qrup kiçikdir. O öz aralarında qan qohumluğu və ərazi yaxınlığı ilə bağlı olanlardan ibarətdir. Mədəniyyətin inkişafı ilə qrup böyüyür və o əvvəl kiçik şəhər dövlətinin, sonra böyük dövlətin vətəndaşlarının, kilsə nümayəndələrinin icmasına çevrilir. Hətta fəqir Romalılar da qürurla Civis Romanius Sum deyə bilirdi. Roma və imperiya onun ailəsi, evi, onun dünyası idi. Qrupla birləşmək həm də müasir qərb cəmiyyətinin tənhalığını aradan qaldırılması üçün əsas vasitədir. Bu birlikdə fərd əhəmiyyətli dərəcədə özünü itirir, israf edir. Onun məqsədi sürüyə qarışmaqdır. Əgər mən yenə kiməsə oxşayıramsa, məni fərqləndirən hiss və fikirlərə malik deyiləmsə, vərdişlərim də, geyimim də və ideyalarım da qrupun obrazları ilə uyğunamsa, deməli mən qurtuldum. Dəhşətli tənhalıq hissindən xilas oldum. Uyğunlaşmanı stimullaşdırmaq üçün diktator sistemlərə hədə qorxu və güc, demokratik ölkələr isə təlqin etmə və təbliğatdan istifadə edirlər. Demokratik ölkələrdə uyğunlaşmamaq mümkündür. Əslində tam itaət etməyib, totalitar sistemdə isə itaətdən yalnızca nadir qəhrəman və əzabkeşlər imtina edə bilərlər. Bu fərqə baxmayaraq, demokratik sistemlərin yüksək səviyyəli uyğunlaşma nümayiş etdirirlər. Axı birlik istəyinə bir cavab olmalıdır və əgər digər və ya daha yaxşı cavab yoxdursa, onda sürü halında birlik hakim mövqe olur. Yalnız qalmaq heç kəsə bənzəməmək, sürüdən ayrılmaq qorxusunu yalnızca o adam başa düşə bilər ki, o birliyə ehtiyacın dərinliyini anlasın. Bəzən bu uyğunlaşa bilməmək qorxusu qeyri-konformist üçün qorxulu olmayan praktiki təhlükələr qarşısında qorxu kimi rasionallaşdırılır. Lakin əslində insanlar məcburi uyğunlaşmalı olduqdan daha çox uyğunlaşmaq istəyirlər. Hər halda qərb demokratiyasında bu daha çox özünü biruzə verir.